Elgiz müəllim, siz əslində indi gözləmə mövqeyində yox, iş başında da ola bilərdiniz. Çünki Şəfa komandası ilə bir 3 illik bir layihənin tərkib hissəsiydiniz. Komandanı 2-ci liqadan 1-ci liqaya daşıdınız, 1-ci liqadan Premyer liqaya daşıdınız və yolun davamı Premyer liqa ilə davam etməli idi. Və mənəvi tərəfdən də haqqınız çatdığını demək olar. Çünki komanda sizin rəhbəriniz altında çempion olmuşdu. Açıqlamalarınız olub, müsahibələriniz olub təbii ki, amma suallar yenə var, suallar yenə yaranır, yenə danışılır, müzakirələr olur. Nə baş verdi ki, bugün biz Elgiz Kərəmlini Şəfanın baş məşqçi postunda görmürük? Bizim məqsədimiz kluba gələndə, rəhbəri ilə bir yerdə məqsədimiz klubu Premyer liqaya çıxartmaq idi ki, bu istəyimizə də nail olduq, məqsədimizə çatdıq. Çempion kimi tamamladıq. Hətta 2-ci liqadan 1-ci liqaya vəsiqə qazandıq. 1-ci liqada çempion olaraq Premyer liqaya vəsiqə qazandıq və plan olaraq mən baş məşqçi kimi davam etməli idim. Hətta 2 illik müqaviləm artırılmalı idi. Lakin rəhbərlik sonda başqa bir qərar verdi və mənə güvənmədiklərini bildirdilər. Düzdür, böyük bir ajitaj yarandı ölkə futbolunda və mən kənardan izləmək... Bu qədərini gözləyirdiniz Elgiz müəllim? Bu qədərini gözləmirdim açığı. Düşünürdüm ki, bəzi medialar yazarlar, ondan da məsələ bağlanar, amma məsələ çox uzandı. İstəməzdim belə olsun, həqiqətən də mən həmişə mediada çalışmışam ki, bu tip xəbərlərlə yox, uğurlu xəbərlərlə mediada mənim haqqımda yazılsın. Lakin neynəmək olar, qərarları rəhbərlər verir, biz baş məşqçilərə yox. Bizim işimiz, onlar bizlə əməkdaşlıq etmək istəyirlər, biz də gəlirik rəhbərlərin yaratdığı komandaları istədikləri nöqtəyə çatdırmağa çalışırıq və mən də özümüzlə qürur duyuruq ki, məşqçilər korpusundan bir yerdə qürur duyuruq ki, onların istəklərini yerinə yetirib klubu Premyer liqaya çıxarda bildik. Elgiz müəllim, şok effekti yaratdı mətbuatda, futbol ictimaiyyətində. Bu həm də onu göstərir ki, elin gözü tərəzidir, futbol ictimaiyyəti lazım olan reaksiyanı verdi. Sizin ilk anda reaksiyanız necə oldu? Gözləntilərimiz var idi, təbii ki, komandanın içində idi, orada bir ailədir. Mümkün deyil də ki, birdən belə nəsə baş versin. Gözləntilərimiz var idi, gözləyirdi belə bir halın baş verəcəyini, lakin hər dəfə də mənə söz verilibdir ki, sən çempion olacağımız təqdirdə klubun baş məşqçisi olaraq davam edəcəksən. Mətbuatda da başqa məşqçilərlə bağlı xəbərlər yayılırdı. İstər-istəməz narahatlıq hər bir insanda olduğu kimi bizdə də olurdu, lakin rəhbərlik hər dəfə mənə dəstək olurdu bu mövzuda ki, xeyr, yalan, boş söhbətlərdir. Açığı çox da uzatmaq istəməzdim məsələni, artıq məsələ bağlanıbdır, Şəfanın artıq yeni bir baş məşqçisi var və onlar çempionata hazırlaşırlar, onlara da uğurlar arzu edir. Təbii, Zaur Həşimova uğurlar arzulayırıq. Zaur Həşimov da uzun aradan sonra yenidən Premyer liqaya qayıdıb, ümid eləyək, inanaq ki, qayıdışı uğurlu olar, fəaliyyətində uğurlar arzulayırıq Zaur müəllimə.